buraxılış imtahanları yaxınlaşır. Ona görə çoxlu sınaqlarda iştirak etmək lazımdır. Həm vaxt bölgüsünü öyrənmək üçün, həm də müxtəlif misal tipləri görmək üçün. İndi isə biz OTK sınağına düşmüş bir sualın həllinə baxaq. Misalda deyilir ki, A, B və C natural ədədləri üçün A-nın B-yə nisbəti 2-nin 3-ə nisbətidir. Və B-nin C-yə nisbəti isə 4-ün 5-ə nisbətinə bərabər olarsa, A üstəgəl B, üstəgəl C cəminin ən kiçik qiymətini tapın. Bu nisbətlərdə A 2K desək, B olacaq 3K. Bu nisbətdə isə B-yə 4K desək, C olacaq 5K. Və görürük ki, burada 3K-dır, B-miz burada isə 4K. Bunu eyniləşdirmək üçün 3 ilə 4-ün əkobunu tapmalıyıq. 3 ilə 4-ün əkobu da qeyd edək burada. Qarşılıqlı sadə ədəd olduğu üçün 3 ilə 4. Onların hasili olacaq, yəni 3 vur 4 bərabər olacaq 12-yə. İndi 12K-yı gətirmək üçün buradakı 3K-nı 4-ə vurmalıyıq, burada 4K-nı isə 3-ə vurmalıyıq. Daha sonra biz bilirik ki, kəsirin əsas xassəsinə görə kəsirin sürət və məxrəcini eyni ədədə vurub bölməliyik. Burada bu nisbətdə 4-ə vurduğumuz üçün 2K-nı da 4-ə vuracağıq, burada isə 5K-nı 3-ə vurmalıyıq. Yəni A-mız olacaq 8K, B-miz olacaq 12K, burada da 12K, C-miz də olacaq 15K. Daha sonra isə bizdən A üstəgəl B, üstəgəl C-nin ən kiçik qiymətini istəyir. Əvvəlcə belə qeyd edək, A-nın B-yə nisbəti 8K böl 12K, B 12K, daha doğrusu B-nin C-yə nisbəti 12K-nın 5K-ya nisbətidir. A üstəgəl B, üstəgəl C-ni də qeyd edək. Deməli, A-mız oldu 8K, B-miz oldu 12K, C-miz oldu 15K. Bunları cəmləsək, olacaq 8 üstəgəl 12, 20, 20-nin də üstünə 15, 35K. K-ya biz 1 versək, biz ən kiçik qiyməti almış olacağıq. 35 vur 1, cəm olacaq 35. Cavabımız oldu 35. Əgər hər hansısa bir sınaqlardan və yaxud imtahanlardan sualınız olarsa, rəy bölməsində qeyd etməyi unutmayın.